Qarının aşağı hissəsində baş verən ağrılar hansı xəstəliyin əlamətidir? Cərrahi əməliyyata getmədən uşaqlıq sallanmasını müalicə etmək mümkündürmü? Mövzumuz uşaqlıq sallanmaları, silik kisəsi sallanmaları və düz bağırsaq sallanmaları barəsində olacaqdır. Onların aradan qaldırma yolları və müalicələri barəsində geniş məlumat verəcəyik. German Hospitalda fəaliyyət göstərən mütəxəssis Vüsal Məmmədov qadınları narahat edən bir çox problemlərdən söhbət açacaq. Hər vaxtınız xeyir olsun. Ayırbi izləyiciləri, Yaşama Gözəldir efirinə başlayır. Bugün studiyamızda xanımları daha çox maraqlandıran mövzu ətrafında danışacağıq. Xanımlarımız diqqətli olsunlar. Yeri gəlmişkən sualı ola bilər xanımlarımızın biz danışdıqca. Adətən biz bu mövzularda xanımlarımızın daha mərhəm davrandığını görürük. Suallarını efirə ünvanlamaq istəmirlər. Amma yenə də öz şikayətləri ilə bağlı efirimizi yığmaq istəyən xanımlarımız üçün nömrəmiz indidən etibarən aktivdir. Doktorumuz birazdan studiyamızda olacaq. Müzakirəmizə başlayacağıq. Tamaşaçılarımız hardan izləməyinizdən asılı olmayaraq zənglərimiz də ödənişsizdir. Cərrah ginekoloq, laparoskopist Vüsal Məmmədov 16 illik iş təcrübəsinə malikdir. Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib. Rusiyanın diplomdan sonraki tibb akademiyasında kliniki ordinatura keçib. Sankt-Peterburg Elmi Təhqiqat Onkologiya İnstitutunda onkoginekologiya üzrə aspirantura təhsili alıb. Ginekoloji xəstəliklərin, sonsuzluğun müalicəsi, ginekoloji əməliyyatlar, təbii, ağrısız doğuşların idarə olunması, həmçinin qeysəriyyə əməliyyatı üzrə ixtisaslaşıb. Hoş geldiniz. Hər vaxtınız xeyir olsun. Zəhmət olmasa monitorumuzun yanına buyurun siz. Xanımlarımız yerə diqqətli olsunlar. Bugün biz doktorumuzla birlikdə uşaqlıq sallanmalarından danışacağıq. Adətən müəyyən yaşdan sonra xanımlarımızda özünü göstərən, qadınlarda özünü göstərən bu şikayətlər sanki onlarda bir təbii hal olaraq qarşılanır və düşünürlər ki, elə belə də olmalıdır. Bununla bağlı həkimə müraciət etmirlər, təəssüflər olsun ki, doktorumuzun bu sahədə olan məsləhətlərini dinləyəcəyik bugün. Doktor, xoş gəldiniz öncə. Hər vaxtınız xeyir olsun. Doktorumuzun dosyasını izlədiniz. Düzdür, biz bugün xüsusi olaraq bir mövzu seçmişik, onun ətrafında danışacağıq. Amma ümumilikdə ginekoloji problemlərlə bağlı, eyni zamanda qız uşaqlarında hər hansı menstrual siklin pozulması, hamiləliyin idarə olunması, hamiləlikdə qarşılaşdığınız çətinliklər və s. ilə də bağlı sizin suallarınızı eşidə bilərik. Doktor, xanımlarda uşaqlıq sallanması daha çox hansı yaşlarda özünü göstərir? Bildiyim qədərilə burada gənclərdə də ola bilir, amma yaşlı xanımlardakı qədər ciddi deyil rəqəmlər. İlk növbədə istəyərdik uşaqlıq sallanmalarının səbəbləri barəsində məlumat verək və təbii ki, yaşlı qruplarda daha çox, yaşlı xanımlarda daha çox rast gəlinir. Amma eyni ilə cavan yaşlarda da rast gəlinməsi müşahidə olunur. Əksər səbəbi isə, yəni əsasən səbəbi isə iri çəkili uşaqların təbii doğuş zamanı, təbii yolla doğulması zamanı olur. Doğuşun müddətinin uzanması, eyni zamanda çətin güc vermə periyodunun uzun olması ilə bağlı uşaqlıq yolunun, yəni ora aiddir uşaqlığın ön divarı, uşaqlığın arxa divarı və eyni zamanda uşaqlığın özünün uzun müddət təzyiq nəticəsində belə deyək də, öz əzələ onu uşaqlığı bağlayan, uşaqlığın yolunun ön-arxa divarını bağlayan toxumanın elastikliyini itirməsi və əzələlərin boşalması nəticəsində yaranan bir prosesdir. Bundan əlavə, deməli, kimlərdə daha çox rast gəlinə bilir? Əgər xanımlar ağır ev işləri görürlərsə və eyni zamanda daim qarın daxili təzyiqi artıran bir sıra xəstəliklər var. Məsəl üçün, uzun müddətli qəbizlikdən əziyyət çəkən xanımlarda da bu
rast gəlinə bilir və köp daim əgər qarın boşluğunda olursa, bu da belə deyək, uşaqlıq yolunun, yəni sidik hissəsinin, düz bağırsağın sallanmalarına gətirib çıxarda bilər. Amma yenə də əsas amil kimi çətin, ağır keçən və iri çəkili uşaqların doğulması nəticəsində və doğuşun uzun sürməsi nəticəsində meydana çıxır. Qrup olaraq 3 qrupa ayrılır. Yəni, dediyimiz kimi, bəzən, belə deyək, xəstələr tərəfindən səhv qəbul olunur bunlar. Hamısını birlikdə, ümumilikdə uşaqlıq sallanması kimi adlandırırlar. Amma bu belə olmur. Deməli, anatomik olaraq uşaqlığın ön tərəfində sidik hissəsi yerləşir. Orta tərəfdə uşaqlıq yerləşir, arxa tərəfdə isə düz bağırsaq yerləşir. Və bunlar bir-birinə belə deyək, yaxın orqanlardır və təbii ki, əgər hər saydığımız bayaqki səbəblərdən hansısa biri varsa, bu orqanların birinin sallanması digərinin sallanması ilə də müşahidə oluna bilər və yaxud ayrılıqda ola bilər. Yalnız sidik hissəsinin sallanması ola bilər. Bu zaman xəstələrdə hansı şikayətlər olacaqdır? Təbii ki, xəstə özündə nəyi hiss edəcəkdir? Uşaqlıq yolunda yumru, belə deyək, müxtəlif ölçülərdə ola bilər, bu və ya digər ölçüdə, belə deyək də, kiçik ölçüdən ta ki, böyük ölçüyə qədər bir şişkinlik hiss eləyəcəkdir. Çölə, bayıra nəyinsə çıxdığını hiss eləyəcək. Bu artıq demək olar ki, ağır dərəcəli olan sallanmalarda. Yəni, hansı dərəcələri var? Uşaqlığın, sidik hissəsinin və yaxud düz bağırsaq sallanmalarının hər birinin 4 dərəcəsi var. Birinci, ikinci dərəcə olan hallarda xəstələr bunları özləri görə bilməzlər və yaxud hiss edə bilməzlər. Nə hiss edə bilərlər? Müəyyən şikayətlərin, onu sadalayacaq hansı şikayətlər ola bilər? Birinci, ikinci dərəcəli sidik hissəsi məsəl üçün, başlayaq sidik hissəsindən də, çünki öndə yerləşir. O olarsa, xəstələrdə adətən sidik ləngiməsindən, yəni necə ləngiməsindən sidiyə çıxma aktı olur. Sadəcə olaraq sallanma olduğu üçün qalıq sidik qalır. Xəstə məsələn şikayəti nə olur? Mən sidiyə gedirəm, amma hiss edirəm ki, yenə qalıbdır. Bu, ən önəmli sidik hissəsinə bağlı olan, yəni sidik hissəsinin sallanmasında və yaxud uşaqlığın ön divarının sallanması. Bunlar ikisi də eyni bir məna daşıyır. Bu olan hallarda daha çox nədən şikayət edəcək? Sidiyə gedirik, amma hiss edirik ki, yenə qalıb, yenə getmək istəyirik. Və yaxud o şikayətlə yanaşı nədən şikayət edəcək? Sidik qaçırtmadan. Yəni, artıq orada sidik kanalı ilə sidik hissəsi arasında olan bir bucaq var. O pozulduğu üçün xəstələrdə qeyri-iradi, yəni askıran zaman, öskürən zaman müəyyən gərginlik yaranan da bəziləri deyə bilər, yol gedəndə, pilləkən qalxanda və yaxud trenajorda məşq edəndə, belə deyək də, qaçış edəndə, yürüyüş edəndə cüzbu və digər miqdarda qeyri-iradi sidik ifrazından şikayət edə bilərlər. Ya sidik ləngiməsindən, yəni tam çıxmamaqdan və yaxud da ki, dediyimiz əlamətlərdən, yəni qeyri-iradi öskürəndə, askıranda, gülən zaman bəzən, yəni bu nəyə səbəb olur? Qarın daxilində təzyiq artır, o zaman, belə deyək də, basınc təzyiq artdığına görə bizdə də sidik hissəsi, yəni həmin xəstələrdə düşmüş vəziyyətdə olur. Sidik ilə kanal arasında olan klapan düzləşir və cüzi bir təzyiq o sidiyin qeyri-iradi ifraz olunmasına səbəb olur. Bundan əlavə xəstələrdə hansı şikayətlər yarana bilər? Göynəmə, sidiyə gedən zaman, yandırma kimi əlamətlər. Bu da həmin bayaq dediyimiz o kanal ki, pozulub tamlığı klapanın və orada artıq ifrazat, yəni əks istiqamətdə infeksiyaların yuxarı qalxan yolundan sidik hissəsinə, böyrəklərə yayılması baş verə bilər. Və təbii ki,
xaric olunan sidik dəri nahiyəsini aşılayacaqdır. Daim orada səpkilər, qaşıntı, yandırma, göynəmə kimi hallar müşahidə olunacaqdır. Bu, yenə deyirik, adətən cavan yaşlarda çox az müşahidə olunur. İrəliləyən yaşlarda daha çox artmağa meyillidir. Səbəb isə orqanizm yaşlandıqca elastikliyini itirməsi ilə bağlıdır. Və eyni zamanda 50 yaş üzərində və yaxud 50 yaşa yaxınlaşdıqca qadınlarda hormonların səviyyəsi get-gedə azalır deyə deməli, uşaqlıq yolunun, sidik kisəsinin özünün, belə deyək, divarında bəzi reseptorlar qadın hormonlarına həssas olurlar. Onların miqdarı aşağı düşdükcə orada da bir növ yenə elastiklik itməyə başlayır. Belə deyək, əvvəllər həftədə bir dəfə, 2 dəfə olurdusa, artıq yaş artdıqca bu proses daha tez-tez müşahidə olunmağa başlayacaqdır. Əvvəl asqıranda, öskürəndə, güləndə yalnız olurdusa, indi hal-hal yəni yol yeriyərkən, adi vaxtlarda, məsəl üçün, yuxudan durub səhərlər, yəni belə deyək, siliyə gedən zaman belə çatdırmama kimi hallara qədər belə deyək, ağırlaşa bilər. O yüzden dediyimiz hallar varsa və əgər birinci, ikinci dərəcəli sidik kisəsi sallanmaları olursa, bəzi fiziki hərəkətlərə, idman hərəkətlərinə önəm verilə bilər. Lakin ağırlaşmış formalarda, ağırlaşmış forma nəyə deyirik? Dediyimiz kimi, gərginlik artan zaman sidik qaçışdırma olursa və yaxud bəzi xəstələr olur, hətta nə şikayətləri edir, sidik kisəsi sallanan zaman belə deyək də, həmin o çıxan hissəni məcbur şəkildə içəriyə doğru belə deyək, yerinə qaytarmasalar sidiyə gedə bilmirlər. Və belə olan hallarda isə artıq cərrahi müalicə, yəni cərrahi əməliyyat mütləqdir. Bəzən gülünc müalicələr biz görürük, tampon müalicələri, müəyyən konservativ belə deyək, müalicələr görürük. Bunlar boş mənasız müalicələrdir. Hələ lazer də burada var, gündəmdədir. Xanımların cərrahiyyədən qaçmaq üçün özlərini haradasa o ağır dərəcələrdə aldatdıqları yenə bir metod. Ağır dərəcələrdə bəli, tam effektsiz olan bir müalicələrdir. Amma kiçik xırda problemlər, əgər başlanğıc mərhələdə haradasa müəyyən qədər köməklik edə bilər. Yəni tam köməklik olunması gözlənilmir bu hallarda. Dediyimiz kimi, digər sallanma, yəni gördüyümüz, biz ümumi sallanma adından dediyimiz bir patologiyada uşaqlığın özünün sallanmasıdır. Uşaqlıq, dediyimiz kimi, sidik kisəsi ilə düz bağırsağın arasında yerləşir və onların bağ aparatları bir-birindən bitişmələr vasitəsilə bir-birinə bağlıdırlar. Təbii ki, uşaqlıq sallanan zaman o digər həm düz bağırsağın, həm sidik kisəsinin də sallanması halları müşahidə oluna bilir və yaxud da dediyimiz kimi, tək ancaq uşaqlığın sallanması müşahidə oluna bilir. Bunların da dediyimiz kimi dərəcələri 4 dərəcəyə bölünür. Birinci, ikinci dərəcələr yüngül hesab olunur, amma üçüncü, dördüncü dərəcələr ağırlaşmış formalardır. Tam olaraq yenə qadınlarda aralıq nahiyəsində bir şişkinlik ələyəcəklər və eyni zamanda bununla yanaşı, deməli, yuxarıdan da uşaqlığı bağlayan bir bağ aparatları var. Bu, beldə, çanaqda, çanaq dibində ağrılarla müşahidə olunacaqdır. Biz bunları diferensiyasiya eləməliyik, beldə olan yırtıqların ağrıları ilə və yaxud sinir ağrılarının diferensiyasiya edirik. Necə diferensiyasiya edirik? Yəni, adətən xəstələr özləri də müşahidə edirlər, böyük ehtimalın, yəni bizə qulaq asan xəstələrdə bu problemlər varsa, bu xəstələr uzanan zaman, yəni belə deyək, üfüqi vəziyyət alan zaman o orqan özü daxilə doğru çəkilir və o çəkilən zaman həmin bağlar boşalır. Yəni, ağrı uzanan zaman azalır. Amma ayağa durur, müəyyən işlərlə məşğul olur. Bu nə olur? Yenidən o uşaqlıq bağ aparatı yoxdur axı. Onu saxlayan aparat zəifdir. Və təbii ki, aşağıya doğru hərəkət etdikcə həmin bağ aparatları
dartılır və ağrı verir. Yəni, xəstənin əsas şikayətlərindən biri o olacaq ki, ayağa durub hərəkət edən zaman ağrılar olur, amma uzanan zaman həm o şişkinlik yox olur, həm belə deyək, şikayətləri, ağrıları belə deyək, azalır və yaxud ümumiyyətlə itir. Bu, yəni uşaqlığın sallandığını göstərən bir əlamətlərdir. Dediyimiz kimi, yanaşı sidik hissəsi də ona qoşularsa, bayaq sadaladığımız əlamətlər ona qoşulacaq və yenə sidiklə bağlı da problemlər meydana çıxa biləcəkdir. Bu hallarda da yəni birinci, ikinci dərəcə problem varsa və xəstələrdə narahatçılıq verirsə, müəyyən fiziki yəni idmanla, bəzi gimnastik hərəkətlərlə çanaq dibi əzələlərini bərkitməklə bu problemi aradan qaldırmaq olar və yaxud xəstələrdə hansı ki, bayaq sadaladıq, qaz olur, köp olur və yaxud qəbizliklə bağlı problem verir və yaxud ən çox da məsəl üçün rast gəlinir bronxit, asmatik xəstələrdə hansı ki, davamlı öskürürlər, asqırırlar. Eyni zamanda məsəl üçün nəfəs darlığı olan xəstələr olur. Bunlarda bu problemləri çalışıb eyni zamanda aradan qaldırmaq lazımdır. Yəni səbəb qarın daxili təzyiqi azaltmaqdır. Bəli. Amma bayaq dediyimiz kimi, əgər doğuş sırasında bu proses yaranıbdırsa, yəni uşaqlıq o zaman düşübdürsə, artıq burada olunacaq bir şey. Yəni doktor, burada əzələ yırtığı deyilən bir şey meydana çıxır. Hardasa buna bənzədə bilərik. Bəli. Orqanizmdə, yəni bu necə geri dönəcək idmanla? Qadın orqanizmində belə zəif nöqtələrdən biri də uşaqlıq yoludur. Bəli. Yəni hansı ki, daxildə bir təzyiq varsa, bu hardansa çıxmalıdır. Yəni bu təzyiqin artığı hardansa çıxmalıdır və orqanizmdə hansı nöqtələrdə zəiflik varsa, orada da müşahidə olunur. Bəzən biz həmin xəstələrdə çox müşahidə edirik. Həm göbək yırtığı olur, həm uşaqlıq sallanması olur. Və təbii ki, hansı yırtığı müalicə etmək olar ki, yəni belə deyək də, böyümüş yırtıqlardan söhbət gedir. Ona hansı müalicələr etmək olar? Heç bir müalicələr. Yəni çalışıb həmin o yırtıq divarını bərpa etmək lazımdır. Eyni ilə də burada da o uşaqlıq sallanıbdırsa, onu saxlayan bağ aparatları zəifləyib deyə sallanır. Bəzən xəstələr arasında və müəyyən hələ də yəni belə deyək ki, o düşüncədə olan həkimlərimiz var ki, uşaqlığı çıxartsaq, bu sallanma aradan qalxacaq. Xeyr. Uşaqlığı çıxartmaq, o bağ aparatlarını möhkəmləndirmək demək deyil. İndi belə deyək, uşaqlığı çıxartdınız, uşaqlıq sallanırsa, yəni bağ aparatlarının fiksasiya olunub, bərkidilməyibsə, onun da bir neçə metodları var. Açıq əməliyyatla olur, qapalı əməliyyatla, torlarla olur, orqanizm öz toxuması hesabına olur. Əməliyyatlar fərqlidir. Əgər o əməliyyat uşaqlığı çıxartmaqla yanaşı, məsəl üçün, icra olunmayıbdırsa, güdür sallanacaq. Yəni, hansı hissə qalıbsa, o hissə sallanacaqdır. Və bəzən də xanımlar, cavan yaşda olan xanımlarda müşahidə olunur bu. Bir tək bu sallanmaya görə biz uşaqlığı çıxardası deyilik ki, çünki uşaqlıq sallanıb, o demək deyil ki, uşaqlığı çıxartsaq bu düzələcək. Bu çox yanlış bir, məsəl üçün, istiqamətli, yanlış bir düşüncədir. Sonra dediyimiz kimi, əsas əlamətlərdən, əsas bir növ sallanma da düz bağırsağın sallanmasıdır. Düz bağırsaq sallanmasının zamanında eyni şikayətlər müşahidə oluna bilər. Hər bayaq ikisinə sadaladığımız kimi, aralıq nahiyəsində şişkinlik olacaqdır. Doktor, çox üzr istəyirəm. Qısa bir fasiləmiz olacaq. Fasilənin ardından davam eləyəcəyik. Xanımlarımız da diqqətli olsun. Suallarınız varsa, əziz xanımlar, eşidək. Müzakirəmizə davam edirik. Əziz xanımlarımız, suallarınız varsa buyura bilərsiniz. İstənilən ginekoloji həm suallarınızla bağlı, şikayətlərinizlə bağlı efirimizi yığa bilərsiniz. Ekranda efirimizin nömrələri var və heç bir ödəniş tələb olunmur. Qaldı ki, doktorumuzla birbaşa əlaqə saxlamaq istəyirsinizsə, ekranda sizə əlaqə nömrələrini təqdim edirik. Həmin nömrələri götürün, rahat müraciət edə bilərsiniz. Doktor German Hospitalda çalışır. Xüsusilə də orqan qoruyucu əməliyyat etdirmək istəyən xanımlarımız üçün ən gözəl seçim olaraq mütəxəssisdir. Doktorumuz Vüsal Məmmədov hər zaman həm laparoskopiyanın üstünlüklərindən, həm orqan qoruyucu əməliyyatlardan və orqan qoruyucu əməliyyatların niyə bu dərəcədə önəmli olmasından danışır xanımlarımıza. Bu barədə hər zaman məlumat verir.
Odur ki, əziz xanımlar, bu mövzuda əgər ginekoloji hər hansı cərrahi müdaxiləyə ehtiyacınız olarsa, çox yaxşı olar ki, öz ixtisasına görə cərraha müraciət eləyəsiniz. Bu çox vacibdir. Niyəsini biz dəfələrlə efirdə danışmışıq. Vüsal doktor da bunun detallarını xanımlarımız üçün çox incələyib, çox danışıb bu mövzu ətrafında. Sizin də narahatçılığınız varsa, sevə-sevə aradan qaldıra bilər. Biz bugün uşaqlıq sallanmalarından danışırıq. Doktorumuz bunun səbəbləri barəsində yetəri qədər məlumat verdi xanımlarımıza və bu müəyyən yaşlarda həm gənc xanımlarda, müəyyən yaşdan sonra isə yaşlı xanımların əksəriyyətində özünü göstərən bir problemdir. Bir də burada peşə tərəfi də var məsələnin. Məsələn, idmançı xanımlarımız var, ağır çəkili idman növlərində, eyni zamanda xüsusi gərginlik verən idman növləri var. Bayaq doktorumuz vurğuladı, asma xəstəliyindən əziyyət çəkən xanımlarda bu daha çox özünü göstərir. Çünki burada qarın daxili təzyiqin artmasından gedir söhbət. Hətta bayaq doktorumuz dedi ki, qarın daxili təzyiqi azaltmaq üçün bəzən asmalı xanımlarda sırf buna yönəlik müalicələr aparılır ki, öskürək sakitləşsin ki, bu problemi aradan qaldıra bilsinlər. Bir də doktor, hələ burada ağır xəstələrə baxan xanımlarımız da var. İllərlə ağır xəstələrə baxırlar, məcburdular onları yataqdan qaldırmağa, onlara qulluq eləməyə, onları çimizdirməyə, əynini dəyişməyə. Yəni, bu kateqoriyada da hələ xanımlarımız var. Amma istənilən halda, əziz xanımlar, bu problemlərin həlli bugün mümkündür. Və doktorumuz müalicəsindən danışacaq. Müalicəsinə keçməzdən öncə bir məqamı xatırladım xanımlarımıza, sonra davam edək. Bir həftə ərzində doktorumuzun qəbulu ödənişsiz olacaq, əziz xanımlar. German Hospitalda çalışır doktorumuz. Qəbuluna ödənişsiz gedib düşə biləcəksiniz və öz problemlərinizi doktorumuzla birlikdə araşdıra biləcəksiniz. Bu da gözəl bir şansdır, gözəl bir fürsətdir. İndiyə qədər keçdiyiniz o müalicə kağızlarınız, nəticəsi olmayan hər hansı bir vəziyyətiniz varsa, onları da götürün, doktorumuzun yanına gedin və birlikdə araşdırın, görək, belə deyə, harada səhvə yol vermişsiniz, sağlamlığınıza qovuşasınız. Buyurun doktor, müalicə tərəflərindən danışaq. Yaxşı, bunun müalicəsi necə aparılır? Bayaq bir qədər danışdıq o müalicə prosesindən. Dediyimiz kimi, ilk növbədə başlanğıc mərhələlərdə bu hallar müşahidə olunarsa, çanaq dibi əzələlərini möhkəmləndirən müəyyən prosedurlardan istifadə olunur və eyni zamanda dediyimiz kimi gimnastik hərəkətlər var. Bəzi fizioterapevtik müalicə üsulları var. Bunlardan istifadə etmək olar. Amma irəliləyən dərəcələrdə, yəni artıq həm şikayətləri xəstənin artıbsa, həm artıq aralıq nahiyəsində bu və ya digər ölçüdə bir törəmə kimi, şiş kimi nəysə əllənirsə, bu artıq ancaq və ancaq cərrahi yolla korreksiya oluna bilinər və bir sıra əməliyyat növləri mövcuddur. Bizim hal-hazırda istifadə etdiyimiz metodlar ağır dərəcələrdə 2 etaplı əməliyyatlardır. 2 etaplı əməliyyatlar dedikdə nəyi nəzərdə tuturuq biz? Belə deyək, bu əməliyyatın hər hansının birinin icra olunması, digərinin icra olunmaması yenidən sallanmanın, yəni geri dönməsinə şərait yarada bilər. Və adətən tam əməliyyat nə hesab olunur? Belə deyək, əgər uşaqlıq yolunun ön-arxa divarında sallanma varsa, artıq orada həm aşağı, yəni vaginal əməliyyatlar icra olunur və ancaq sidik kisəsi belə deyək, sallanıbdırsa, bəli, effektli aşağıdan olan əməliyyatlardır, yəni vaginal olan əməliyyatlardır. Ancaq düz bağırsaq sallanıbdırsa, rektoseliya da deyirik biz buna, sidik kisəsi sallanmasına sistoseliya deyirik. Bunlar varsa, bəli, vaginal olan əməliyyat kifayət edəcəkdir. Əməliyyatlar spinal narkozla icra olunur. Deməli, tam narkoz verilmir. Bəli, yəni beldən aşağı keyitməklə olunur. Xəstənin xəstəxanada qalması o qədər uzun müddət çəkmir, bir gün kifayət edir. Sağalma periodu da yenə çox, belə deyək, qısa müddətdə baş verir. Bəzən bu tip əməliyyatları necə müqayisə edirik? Yenə doğuş yollarında uşaq təbii doğuşdan əlaqəli olaraq
vaginanın özünün genişlənməsi müşahidə oluna bilər. Adi, yəni vaginoplastika deyilən bir əməliyyat kimi qiymətləndirmək olar. Bu sırf hansısa bir problem olmur ki orada, məsəl üçün. Sadəcə genişlik olur. Genişlik olan zaman da haradasa eyni cürə, yəni eyni cür bu əməliyyatlar icra olunur. Yəni ağırlığı o qədər də dediyimiz kimi ağrıları belə o qədər olmur. Ancaq uşaqlıq sallanıbdırsa və yaxud sadaladığımız orqanların hər hansı bir sidik hissəsi və yaxud düz bağırsaq uşaqlıqla bir yerdə sallanıbdırsa, bayaq dediyimiz kimi uşaqlıq boyunu artıq xaricdə görsənməyə başlayırsa, bu iki etapdan ibarət olan bir əməliyyat icra olunmalıdır. Və burada təbii ki, öz bağ aparatı, uşaqlığın özünün bağ aparatı zəifləyib. Bəzən bunların hesabına istifadə olunur, yəni bunlardan istifadə olunaraq yığılıb dartıla bilər. Bağlar dartılır, orqana toxunulmur. Bəzən isə və ən effektiv bizim elədiyimiz metodlardan isə belə deyək, torlardan istifadə etməkdir. Yəni digər əməliyyatlarda da bu torlardan istifadə olunur. Yırtıqlarda, belə deyək, qasıq yırtıqlarında, bud yırtıqlarında, göbək yırtıqlarında bu tip setkalardan bəli, bu torlardan istifadə olunur və keyfiyyətli torlardan istifadə olunarsa, düzgün əməliyyat icra olunarsa heç bir problem meydana gəlmir. Və ən effektivliyi dediyimiz kimi bu torların istifadə olunmasıdır və hal-hazırda biz belə deyək, aşağıdan bayaq dediyimiz kimi uşaqlıq sallanıbsa, vaginal yolla uşaqlığın ön-arxa divarlı yığılır. Bu birinci etap əməliyyatımızdır. Ondan sonra isə istər uşaqlığı çıxardası olarıqsa, yəni xanımda olan müəyyən problemlərlə əlaqəli, istər çıxartmayası olarıqsa, yuxarıdan icra olunan əməliyyatlar laparoskopik olur, endoskopik əməliyyatda olur. Və dünyada da bir neçə növü mövcuddur. Bu fiksasiya deyirik də, yəni bərkidilmənin bir neçə növü mövcuddur. Belə deyək, çanaq sümüyünə bərkidilə bilər, qarnın ön divarının aponevrozuna birləşdirilə bilər, bel əzələsinə birləşdirilə bilər və bir neçə növü mövcuddur. O da xəstəyə uyğun adətən seçilir və müəyyən əməliyyatlar kimlərə icra etmək olar, kimlərə olmaz. Bunlar hamısı, belə deyək, nəzərə alınaraq hansı əməliyyat növünün xəstədə icra olunacağı müəyyənləşdirilir. Bəzən, belə deyək də, bu tez-tez rast gəlirik. Doktor, bizim qonşumuzda var idi bu əməliyyat, onda belə elədilər və yaxud nəsə də, yəni belə müqayisə etməyə çalışırlar. Mən onu həmişə deməyə çalışıram ki, eyni tipdə xəstə yoxdur. Yəni. Və eyni cürdə qonşunuzun problemi sizin probleminizdən deyildi. Eyni cür əməliyyatda hər bir, yəni eyni vaka olsun, eyni belə deyək, xəstəlik də olsa, bəzən olunacaq, icra olunacaq əməliyyatların yöntəmləri dəyişilir. Yəni. Yenə xəstədə olan yanaşı hər hansı bir problemə uyğun və yaxud bir xəstədə hansı bir əlamət olar, digər xəstədə həmin əlamət olmaz. Ona uyğun əməliyyat çeşidləri dəyişir və istifadə olunan metodları dəyişir. Sadəcə olaraq yenə deyirəm, nəyi vurğulamaq istəyirəm? Uşaqlıq sallanması dedikdə, bu uşaqlıq sallanıbdır deyə uşaqlığı çıxardaq, bu problem düzələcək deyilən yanaşma yanlış bir yanaşmadır. Belə deyək də, yaxşı, sidik hissəsi sallanır. Neyinək, sidik hissəsindən mi çıxardaq? Yəni, adi müqayisə üçün deyirəm, yəni düz bağırsaq sallanır. Düz bağırsaq mı çıxardaq? Çox zaman xanımların bundan xəbəri olmur. Onlar sadəcə uşaqlığın sallanması barəsində bir məlumat toplayırlar. Elə bilirlər ki, yalnız bu orqandan ibarətdir orada olan vəziyyət, amma bağırsaq və sidik hissəsi yada düşmür. Bəzən hətta inandırım, görmüşük ki, düz bağırsaq sallanır, uşaqlıq sallanmır, uşaqlığı çıxardıblar. Hətta problemi olmadığı halda? Heç bir problemi olmadığı halda uşaqlığı çıxardıblar. Xanımlar bəziləri qayıdışır, biz getdik, bizə dedilər, uşaqlıq sallanıb, əməliyyat etdik, amma yenə həmin şey. Yəni, belə şeylərlə çox rastlaşırıq. Və yaxud, yenə deyirəm, əməliyyat yüksək səviyyədə icra olunmalıdır. Həm
xəstənin hər bir əməliyyat bildiyimiz kimi travmadır. Yəni bir problemə görə, yəni bu mənim düşüncə tərzimdə, xəstə bir dəfə müraciət etməlidir həkimə. Yox, əgər bir neçə dəfə müraciət edirsə, o təbii ki, demirəm, kənara çıxmalar ola bilər. İstisna hallar var. Amma normal, hər şey normal olduğu halda adətən birinci dəfədən bu problemə son qoyulmalıdır. Bizim də çalışdığımız həmişə bu olub. O yüzdən xəstələrə həmişə çalışırıq düzgün istiqamət və düzgün məsləhət verək. Bəzən dediyimiz kimi bu yuxarıda da danışdığımız problemlər adətən yaşlı qadınlarda rast gəlindiyi üçün uzun müddət bəzilərində olur əməliyyat qorxusu, əməliyyat olunmaq qorxusu. Bu daha da ağırlaşmalara gətirib çıxardır. Toxuma çıxıb xaric olunub çölə, nə olacaq? O quruyacaq üzəri və quruduqca üzərində yaralar əmələ gələcək. Problem, belə deyək, bayaq qısa, tez bir yolla həll olunması idisə, artıq ki, burada açılmış yaralar necə sağalacaq, o toxuma kəsilib çıxarılmalıdır, necə defekt bərpa olunacaq, bu kimi problemlər meydana çıxır. Həm də nəzərə alsaq ki, yaşlarda xanımların istər-istəməz heç olmasa bir də olsa xroniki xəstəlikləri var, şəkərli diabeti var, və s. var. Qan damar sistemində problemlər yaranır. Digər səbəb əməliyyatların yubanmasında, gec müraciət olunmasında nədir? Utanma. Və xəstələr, belə deyək, həkimdən yox, öz ailə üzvlərindən utanaraq bu problemləri açıqlamırlar. Doktor, inanın, hətta həyatda gənc yaşlarda belə bir problemi yaşayan xanımın həyat yoldaşına bu problemini demək üzərinəsə boşanmağı seçməsinə qədər bir yolu görmüşəm. Yəni, o qədər utanıb ki, bu problemi həyat yoldaşına açsın ki, mənim belə bir problemim var, bunu həll etmək lazımdır. Hətta boşanmağı üstün tutub. Yəni, bu dərəcədə bəzən bu səhət problemləri ailələrdə qabara bilir. Bunu yenə deyirik, əgər düzgün ixtisas, siz bayaq vurğuladığınız kimi, düzgün ixtisas həkimlərinə müraciət olunarsa, o qədər də qabardılası, o qədər də şişirdiləcək bir tibbi mövzu deyil. Yəni, bu bir xəstəlik deyil, belə deyək. Bu sadəcə olaraq bir orqanın mexaniki bir travmadır. Travma nəticəsində, gərginlik nəticəsində yerini dəyişməsidir. Və burada yenə də... Və həlli yolları var. Və bəli, həlli yolları var. Yetər ki, düzgün ixtisas həkimi seçilsin. Hər hansı orqanda şiş yaranmır, törəmə yaranmır, xəstəlik yaranmır. Sadəcə dediyimiz kimi, orqan yerini dəyişir. Və düzgün əməliyyat icra olunmaqla orqan yerinə qaytarılmalıdır. Bəli, xəstəliklər siyahısına daxil olunur. Yəni, görünən bir şeydir. Məcburuq adını xəstəlik qoyar. Amma nəyinsə bir üzvü dəyişiklik getməyib orada. Yalnız bağ aparatlarımı deyək, o sidik hissəsini, uşaqlığımı saxlayan, düz bağırsamı saxlayan bağ aparatları zədələnir. Və bunların bir növbədə estetik cəhətdən bərpası birinci növbədə və eyni zamanda onları saxlayan bağ aparatının bərpası mütləq qaydada aparılmalıdır. Ən azından bəzən o yaşlı xanımlarımız olsun, bəzən onların yaxınları da gətirirlər həkimə ki, belə bir problem aradan qaldırılsın. Çünki burada sidik hissəsində də problemlər yarandığına görə onlarda özündən asılı olmadan doktorumuz vurğuladı bunları ki, qeyri-iradi sidik ifrazı olduğuna görə istər-istəməz ailə üzvlərində narahatçılıq baş verməyə başlayır, onlara qulluq edən insanlarda narahatlıqlar başlamağa başlayır. Tək ki, heç kəs həyatında heç kəsə möhtac qalmasın bu dünyada. Çox çətindir həqiqətən də kiməsə möhtac olmaq. Amma yaşlı xanımların da bəzən utanaraq qızına mı, gəlinə mi bu mövzular ətrafında heç nə deməməsi də böyük bir problemdir, əziz xanımlar. Yaxşı olar ki, heç olmasa bir ginekoloqla bu mövzunu məsləhət eləyəsiniz, bu mövzunu yaxınlarınızdan birinə açıq olaraq deyəsiniz. Çünki bunların tibbi yolla həlli mümkündür. Eyni zamanda da gənc xanımlarımız. Doktor, biz efirdə danışandan sonra inanın Instagram səhifəmə sırf bu mövzu ilə bağlı o qədər gənc xanımlar yazmışdı. Mən özüm belə məəttəl qalmışdım buna ki, boşanmaq istəyəni kim, evdə həyat yoldaşı ilə ciddi problemlər yaşayanı kim, yəni utanaraq heç kəsə bu problemi deməyib, özü ciddi olaraq illərdir yaşayıb əziyyət çəkəni kim, yəni o qədərdir xanımlar.
Gənclər də az deyil, inanın. Yəni mən bunu mənə olan müraciətlərdən başa düşdüm ki, sən demə bu problemlərdən əziyyət çəkən yetəri qədər insan var imiş. Sadəcə bunu həkimə gedib demək lazımdır, mənim əzizlərim. Bundan utanmayın. Ginekoloqlar, ginekoloq cərrahlar məhz buna görə oxuyub təhsil alıblar ki, sizi belə bir şikayətlərinizdən və narahatlığınızdan qurtarsınlar. Doktor, mən istəyərdim bu mövzuda bir vaginoplastikaya da toxunasınız. Bu gələcəkdə ilkin mərhələlərdə belə bir əməliyyatı icra etməniz, gələcəkdə xanımların ciddi sallamalar yaşayacaqlarının qarşısını alarmı? O ağırlaşmanın qarşısını alarmı? Mən belə deyim də, vaginoplastika dediyimiz əməliyyat, dediyimiz kimi, burada da təxmin olaraq mexanizm eynidir. Daha çox kimlərdə müşahidə olunur? Təbii yolla uşaq dünyaya gətirən xanımlarda. Səbəb nə olur? Vaginada, yəni uşaqlıq yolunda genişlik hissiyatında. Tək genişlik hissiyatı olmur. Bir sıra həm, belə deyək, intim məsələlərdə problemlər meydana çıxır. Eyni zamanda da vaginal mühitin dəyişməsi, orada seliyin çox yığılması, bəzən bakterial vaginoz yaranır, onların axıra qədər müalicə olunmaması kimi problemlərlə üzləşə bilir xanımlar. Və təbii ki, vaginoplastika əməliyyatında da uşaqlığın ön arxa divarında olan, belə deyək, bağ aparatları mı deyək, ya fasiyası mı deyək, yığılır, möhkəmləndirilir. Bu əməliyyatları dediyimiz kimi biz başqa məqsədlə aparırıq. Amma həm estetik tərəfi üçün əslində. Həm estetik, həm sosial tərəfdən aparılması ilə yanaşı, eyni zamanda da bəli, gələcəkdə baş verə biləcək sallanmaların qarşısını bu və ya digər formada alır. Profilaktik olaraq da bəli. Sırf hamıda yaranacaq deyə belə bir anlayış da yoxdur bəli. Səhv anlayarlar ki, yəni bu yaranmasın deyə gedək hamımızı vaginoplastika elətdirək, belə bir səhv anlaşılma meydana çıxa bilər. Amma yəni o icra olunan xanımlarda, hansı ki göstəriş əsasında bəli, gələcəkdə belə deyək, sallanmaların hardasa profilaktikası ola bilər. Qarşısını ala bilər də, belə deyək. Qarşısını alır. Amma yəni belə bir səhv yaranmasın ki, biz gedək sallanma bizdə yaranacaq gələcəkdə, biz gedək indidən vaginoplastika, düzgün yanaşma deyil. Birdən səhv bizi başa düşərdir. Doktor, bir də biz burada torlardan və s. danışırıq. Məsələn, ola bilər ki, şəkərli diabetdən əziyyət çəkən bir xanımdır. Burada onsuz da qan sistemində, qanlanmada bir yetəri qədər problem var, durğunluq var. Yəni, onun yaralarının sağalması gec gedir. Cürbəcür, yəni burada orqanizmin özünü göstərməsi var. Torlar əks göstəriş olmur ki, həmin xanımlar üçün. Məsələn, ola bilər xanım deyər ki, mənim şəkərli diabetim var, belə bir əməliyyata gedə bilmərəm. İlk növbədə mən Germanın, belə deyək də, laborator və digər işçilərinə yüksək peşəkarlıqla çalışırlar. İstər reanimasiya şöbəsi, istər digər işçilər, onlara üstə təşəkkürümüzü bildiririk. Buradan salamlarımızı çatdırırıq hər birinə. Hər bir digər, yəni bu problemlə olmasın, digər problemlə olsun, əməliyyata götürəcəyimiz xəstəni ilk növbədən biz incələyirik. Və sadaladığımız problemlərdən biri də şəkərli diabetin olmasıdır və yaxud ürək qüsurları ola bilər, başqa problemlər ola bilər. Vaxtalanma sisteminin problemləri ola bilər. Vaxtalanma sistemində problemlər və bunları vaxtında aşkar edirik və müəyyən tədbirlər gördükdən sonra biz əməliyyata qərar veririk. Deməli, planlı əməliyyatlara gedirik. Bu tip əməliyyatlar planlı əməliyyatlar hesab olunur. Ona görə biz tələsmirik əməliyyat etmək üçün və şəkərli xəstələrdə isə bu problemlər rast gəlinərsə, təbii ki, biz ilk növbədə şəkərin tənzimlənməsinə çalışırıq. Və dediyiniz kimi ağır hallarda olan ağır dərəcəli şəkərli xəstələrdə əməliyyatın özü əks göstərişdir. Amma bizim qoyduğumuz torların elə bir xüsusiyyətləri var ki, orqanizm tərəfindən asanlıqla qəbul oluna bilir. 1-2% halları çıxmaqla. Amma
şəkərli diabet tor qoyulsun deyə bir əks göstərişi yoxdur. Doktor, çox sağ olun, təşəkkür edirəm sizə gəldiyiniz üçün və bir daha vurğulayıram, German Hospitalda doktorun qəbulu bir həftə ərzində tamamilə ödənişsiz olacaq əziz xanımlar. Rahatlıqla qəbuluna düşə bilərsiniz doktorumuzun. Biz də devam edəcəyik qısa bir fasilə sonrası. Çox sağ olun doktor, təşəkkür. Xoş gəlmişsiniz. Salam, sabah xeyir. Birazdan Elgiz izlə başlayacaq Ayarbənin efirində. Elgiz bəy Pərvanə xanımın təqdimatında olacaq. Nə olacaq bugün efirdə? Vallahi həmişə olduğu kimi yenə də insanlar onların qarşılaşdıqları problemlər və biz də çalışacağıq ki, onlara kömək eləyək. Bir talih xüsusi mənim diqqətimi çəkdi. Demək, qadın kiçik yaşlarından uşağını atıb həyat yoldaşının üstünə, nazını həyat yoldaşı çəkib. Qadın məlum deyil ki, bu illər ərzində harda olub, neyini heç kim bilmir. İndi ortaya çıxıb, gəlib bizə deyir ki, mənə kömək edin, uşağımı ərimin əlindən alım. Belə bir şey. Nə dərəcədə doğru? Anayam, mənim hüquqlarım var, belə, filan. Amma uşağını atanda heç o hüquqlar haqqında fikirləşmirdi heç nə. Və çox ən qəribəsi budur. Mən şok olmuşam. Pərvanə dünən ikimiz də məhtəl qaldıq. Demək, Qəbələdən olan bir qız korona xəstəliyinə tutulub. Qız nişanlıdır, toy olmalıdır. Oğlan tərəfi biləndə ki, qız koronadır, qızın nişanlı qaytarıblar. Bu artıq bu cahilliyin son pik nöqtəsidir həqiqətən də. Əslində pik nöqtəsidir. Dünən bunu eşidəndən vallahi özümüzə gələ bilmirik ki, yazıq qız. Zamanımız yekunlaşıb, ardını Elgizlə izləyəcəksiniz. Əslində həqiqətən çoxdur koronaya belə yanaşanlar. Hətta bir xanım müəllimə deyir ki, biabır olmuşam valideynlərimin arasında korona olmuşam. Özünüzə yaxşı baxın, davam eləyəcək Elgizlə izlədə mövzu.